Deyir, Məşəddilərdən biri dünyadan köçmüşdü. Deyir, onu aparıb dəfn elədilər. Deyir, bir yaxın adamı vardı, çox dua elədim ki, mən istəyirəm onu görüm onun vəziyyəti necə oldu. Deyir, yuxuda onu gördüm, çox dua təvəssüldən sonra yuxuma gəldi. Deyir, gördüm neymət içində, cənnət içində oturub. Deyir, dedim, hansı əməl səbəb oldu ki, sən belə bir vəziyyətdəsən? Mən səndən belə də çox böyle fəzilətli əməl tanımırdım. Hansı əməl səbəb oldu? Deyir, mən əzab əhli idim. Məni apardılar yumağa, ölümünü danışır buna. Deyir, ruhum bədənimin üstündən özümə baxıram. Görürəm ki, məni qusul elirlər, kəfənə bükürlər və görürəm əzab mələkləri dayanıb başımın üstündə ki, bu əməllər qutarsın, məni torpağa qoysunlar, sonra da əzab başlanır. Mən bunu başladım hiss eləməyə. Bu məqamda deyir, çox narahat, nigaran haldayam, gördüm cənazəmi götürdülər. Məşəddilərin də bir adəti var ki, aparıb cənazənin İmam Rızanın başına, qəbrinin başına dolayarlar. Sonra dəfn eləyərlər. Deyir, cənazəmi aparırlar, mən də gedirəm, ruhum fəryad eləyirəm, heç kəs məni eşitmir. Görürəm ki, mən əzaba tərəf gedirəm. Deyir, apardılar məni, hərəmin qapısına çatanda mələklər dedilər, bizə olmaz, bura rəhmət məkanıdır, biz qəzəb, əzab mələkləri, bu məkana bizim daxil olmağımız qadağandır. Deyir, onlar qaldılar, mənim bədənimi aparırlar, deyir, indi başqa aləmdədir ruhum, mən İmam Rızanın qəbrini yox, özünü görürəm, oturub, başını aşağı salıb. Deyir, məni dolandırırlar onun qəbrinin başına, mən də yalvarıram, deyirəm, ağa, xahiş edirəm ki, nə olar, mənə nəzər eləyəsən. Deyir, görürəm, heç nə eləmir, başını aşağı salıb. Deyir, yenə yalvarıram, ağa, xahiş edirəm, sən Rauf, İmam-ı Raufsan, mehribansan, ağa, bax, gör, qoyma, aparırlar məni cəhənnəmə, aparırlar məni əzaba. Deyir, görürəm, baxmır. Nə qədər yalvarıram, ağa baxmır, nəzər eləmir. Deyir, qapıda dayanan mələklər mənə dedi ki, anası Fatiməyə and ver. Deyir, ağlaya dedim ki, ağa, səni and verirəm o qabırğaları sınan anan Zəhraya. Ağa, nə olar mənə bir nəzər eləyəsən, bunlar apardı məni cəhənnəmə. Deyir, bu məqamda gördüm ki, gözlərini qaldırdı, o gözəl gözləri ilə mənə nəzər elədi. Onun bir baxmağı ilə əzab məndən götürüldü. O əzab mələkləri getdilər, rəhmət mələkləri gəldi və mənə müjdə verdilər. İmam Rıza sənə nəzər elədi, odur ki, bağışlanmışlardansan, səni Allah bağışladı.